Hər kəsə salam. Bugün sizə çox qısa bir müddət ərzində ismi yəlik hal dərsini başa salacağam. Diqqətiniz məndə olsa 5-10 dəqiqə siz ismi yəlik hal dərsini çox asanlıqla başa düşəcəksiniz. Deməli, ingilis dilində ismi yəlik halı iki cürdür. Apostrof s, ın, in, un, ün. S apostrof ların, lərin deməkdir. Azərbaycan dilində də belədir. Məsələn, Saranın oğlu, qızların kitabları eyni şeydir. Burada isə bizdəki ın, unun və ların, lərin şəkilçisini bunlar bu cür düzəldirlər. Apostrof s, ın, in, un, ün və s apostrof ların, lərin. Misal yazmışam. Boys car. Oğlanın maşını. Oğlanların maşını desəksə, boys s apostrof cars. Oğlanların maşınları. Və yaxud da ki, baby's toy. Uşağın, yəni balaca bəbənin oyuncağı. Uşaqların oyuncaqları desəksə, biz baby's toys. Yəni belə deyək də, ismi cəmləyirik və sonra ona apostrof yazırıq və daha sonra ismi yazırıq. Baby's toys, uşaqların oyuncaqları. Burada bir dənə diqqət elədiyimiz məqam nədir? Qaydasız isimlərin yəlik halı həm təkdə, həm də cəmdə apostrof s ilə düzəlir. Yəni heç vaxt s apostrof olmur. Qaydasız isimləri yadımıza salacağıq indi. Bir dənə misala baxaq. Child's ball, uşağın topu. Children's ball, uşaqların topları. Gördüyünüz kimi mən child sözü, uşaq sözündə də, children, uşaqlar sözündə də hər ikisində də apostrof s yazdım. S apostrof yazmadım. Səbəbini izah edirəm. Çünki qaydasız isimlər kökündən cəmlənir. Onlara s apostrof yaza bilmirik. Ona görə təkdə olanlara da, cəmdə olanlara da apostrof s yazmaqla düzəldirik. Men's car, kişinin maşını. Men's cars, kişilərin maşınları. Biz əgər mən sözünə s apostrof yazsaq, ya da mən sözünə s apostrof yazsaq, bu olmur. Niyə? Səbəbini izah edirəm. Mən birincidə mən sözü özü kişilər deməkdir. Kişilərə s apostrof artıranda belə olur. Kişilər, s apostrof artıranda da belə olur. Lərin, kişilərlərin deyə bilərik belə, deyə bilmərik. Və yaxud da ki, altdakına baxıram. Men's apostrof. Biz isim dərsini öyrəndik ki, ümumiyyətlə qaydasız isimlərə s artıra bilmirik. Necə bunlara s apostrof yaza bilərik ki? Yəni eyni məntiqdir. Qaydasız isimlərə s artıra bilmədiyimiz üçün biz onlara s apostrof yaza bilmirik. Təkdə də, cəmdə də apostrof s yazmaqla düzəldirik. Qaydasız isimləri tez yadımıza salaq. Man, men, woman, women, tooth, teeth, goose, geese, foot, feet, loose, lice, mouse, mice, child, children, ox, oxen, person, pupil. Bu isimlərin həm təkdə olanlarına, həm bu tərəfdə cəmdə olanlarına biz yəlik halda apostrof s artırmaqla düzəldirik. Heç vaxt bunlara s apostrof artıra bilmərik. Deməli, qeydə baxaq. Ən vacib məqamlardan biri isə burasıdır. Apostrof s təkcə ismi yəlik halı deyil. Is, has, as, bunların qısaldılması da apostrof s-dir. Biz to be-nin əmizar indiki zamanını keçəndə qısaldılmaları orada görmüşdük. Eyni şeydir. Məsələn, she apostrof s a teacher. Buradakı apostrof s isin qısaldılmasıdır. She is a teacher. O müəllimdir deməkdir. İkiyə baxıram. She apostrof s got a son. Bu isə has got'un qısaldılmasıdır. She has got a son. Üçüncüyə baxıram. Let's go to school. Burada apostrof s isə asın qısaldılmasıdır. Let us go to school. Gəlin məktəbə gedək. Bu isə apostrof s burada deməli asın qısaldılmasıdır. Bəs cümləyə baxanda biz necə biləcəyik ki, bu apostrof s ismin yəlik halıdırmı? Yoxsa bu izin, həzin, asın qısaldılmasıdırmı? Çox qısa metoddan indi öyrədəcəm sizi, görək. Bu ismi yəlik halıdırmı ya qısaldılmadırmı? Qeyd. Qeyd. Apostrof s aşağıdakı hallarda ismin yəlik halı deyil. Diqqətli olaq. İsmin yəlik halı deyil. 1. Apostrof s-dən sonra artikel gəlsə, ismin yəlik halı deyil. Artikel dərsini bilmirsənsə kanalıma daxil ol. Artikel dərsinə bax, nə olduğunu bil və sonra video davam elə. Apostrof s-dən sonra artikel gəlsə, yəlik hal deyil. Məsələn, Sara apostrof s-dən sonra artikeli gəlib. Deməli, bu ismin yəlik halı deyil. Sara is a teacher. İzin qısaldılmasıdır. 2. Apostrof s-dən sonra əvəzlik gəlsə, yəlik hal deyil. Sara apostrof s, my. Apostrof s-dən sonra my gətirmişəm. My nədir? Mənim.
əvəzlik gətirmişəm. Deməli, yəlik hal deyil. Sarah is my teacher. İsin qısaldılmasıdır. 3. Apostrof S-dən sonra feil gəlsə, yəlik hal deyil. Sarah's playing a violin. Sarah skripka çalır. İsin qısaldılmasıdır. Sarah is playing. İkinci tərəfdə playing sözünü səhv yazmışam. Sonda G hərfi də olmalıdır. Tez-tez yazmışam deyə biraz səhvlik var yazıda. Sarah is playing a violin. Sarah skripka çalır. Is playing indiki davam edici zamandır. Axırıncı cümləyə baxıram. Sarah's been in America. Burada isə apostrof S has been deməkdir. Bu isə bitmiş zamandır. Bunu iləriki dərslərdə keçəcəyik. Deməli, üçüncü qayda nə oldu? Apostrof S-dən sonra feil gəlsə, bu ismin yəlik halı deyil. 4. Apostrof S-dən sonra sifət gəlsə, yəlik hal deyil. Sarah apostrof S happy. Happy xoşbəxt sifətdir. Deməli, bu yəlik hal deyil. Sarah is happy deməkdir. 5. Apostrof S-dən sonra sözünü gəlsə, yəlik hal deyil. Sözünü at, in, on, between, bir çox sözünlər var. Yəni, lüboyu gəlsə, bu yəlik hal deyil. Sarah's at market. Sarah marketdədir. İzin qısaldılmasıdır. 6. Apostrof S-dən sonra got gəlsə, yəlik hal deyil. Ən asanı budur. Çünki biz bilirik ki, got, has gotun, have gotun qısaldılmasıdır. Ona görə cümləyə baxan kimi tapırıq. Sarah's got a son. Sarah has got a son. Sarah'nın oğlu var deməkdir. 7. Apostrof S-dən sonra say gələrsə, yəlik hal deyil. Sarah's 28 years old. Bu belə deməkdir. Sarah is 28 years old. Sarah 28 yaşındadır. Ümumiləşdirək. Apostrof S-dən sonra article, əvəzlik, feil, sifət, sözünü, got, say gələrsə, bunlar ismi yəlik halı deyil. Bəs nə vaxt yəlik hal olur? Apostrof S-in cümlədə yəlik hal olması üçün özündən sonra mütləq və mütləq şəkildə nə gəlməlidir? İsim. Mütləq. İsim gəlməsə o yəlik hal deyil. Nümunələrə baxaq. Sarah's son is a little baby. Sarah'nın oğlu balaca uşaqdır. Aylin's eyes are beautiful. Aylin'in gözləri gözəldir. Gülay's hair is long. Gülayın saçı uzundur. Gördüyünüz kimi hər üç cümlədə apostrof S-dən sonra isim gətirmişəm. Oğlan, gözlər və saç isim gətirmişəm. O zaman bunların üçü də ismi yəlik halına aiddir. Qeyd. Biz yuxarıda qeyd etdik ki, apostrof S-dən sonra sifət gəlsə yəlik hal deyil. Amma apostrof S-dən sonra sifət plus isim gəlsə yəlik haldır. Yəni, ismin qabağında təyin edicisi gəlsə, bu zaman yəlik hal olur. Məsələn, Sarah'nın balaca oğlu ağıllıdır. Gördüyünüz kimi, Sarah'dan sonra sifət gətirmişəm, little, balaca. Sonra boy, oğlan sözü gətirmişəm. Yəni, yeni isim gəlib. Ümumiləşdirək. Apostrof S-dən sonra yalnızca sifət gəlsə, yəlik hal deyil. Amma sifət sonra isim gəlsə, bu zaman yəlik haldır. Bu qaydamız da belə. Hələ ki, bu ismin yəlik halının part 1 birinci hissəsi idi. İkinci hissənin videosunu paylaşacağım. Amma bura qədər əgər hər şey aydındırsa, siz artıq ismi yəlik hal dərsinin 80%-ni mənimsəmiş olursunuz. Ümumiləşdirək. Apostrof S, ın, S apostrof, ların, lərin. Cümlədə ismi yəlik hal olması üçün apostrof S özündən sonra mütləq isim gəlməlidir. Və yaxud da ki, özündən sonra mütləq sifət, sonra isim gəlməlidir. Əgər isim gəlmirsə, bu zaman biz bunu yəlik hal götürməyəcəyik. Qaydalara baxaq. Apostrof S-dən sonra article gəlsə, apostrof S-dən sonra əvəzlik gəlsə, apostrof S-dən sonra feil gəlsə, sifət gəlsə, sözünü gəlsə, got gəlsə, say gəlsə, bunlar ismin yəlik halı olmaz. Apostrof S-dən sonra mütləq və mütləq isim gəlməlidir. Və qaydasız isimlər, bu 10 dənə isimlər, mən, men, women, women, bunların yəlik halı təkdə də, cəmdə də yalnız və yalnız apostrof S artırmaqla düzəlir. Heç vaxt S apostrof yaza bilmirik. Bugünkü dərs izahım bu qədər. Ümidvaram ki, hər şey aydındır. Bu video sənin üçün faydalı idisə, abunə olmağı, like atmağı, başqaları ilə bölüşməyi və yaxud da ki, yorumlara yaxşı sözlər yaza bilərsiniz və yaxud da ki, yorumlarda hansı dərsdə çətinlik çəkirsinizsə, o dərsin mövzusunu yaza bilərsiniz, adını qeyd edə bilərsiniz ki, mən də vaxt elədikcə çəkib sizlərdən paylaşım. Ümidvaram ki, hər şey aydındır. Bu ismi yəlik halının part 1, yəni birinci hissəsi idi. İkinci videonu izləmək üçün siz bildirişləri aça bilərsiniz ki, mən videonu yükləyən kimi sizə xəbərdarlıq gəlsin. Sağ olun, hələlik.